Gözəlliyin, müdrikliyin və ədalətin mütləq sahibinin adıyla. Heç indiyə kimi olub ki, kiminsə həyatına daxil olmusunuz? Çox olub, hamıda. Məsələn, uşaqlıqda elə olub ki, sizə biri ehsan veriblər, halvadan, plovdan ehsan paylamaq üçün kömək edin. Məsələn, gedmişsiniz onu qonşulara paylamışsınız. Belə bir vəziyyətdə bir həyata daxil olanda görürsünüz ki, artıq bura sizin həyat deyil. Bura artıq o gəldiyin yol deyil, küçə deyil. Bura başqasının həyatıdır. Daxil olursunuz həyata, qapını döyürsünüz, görürsünüz heç kəs yoxdur, kimisə səsləyirsiniz. İslam mənbələrində gözəl dualardan biri Aşura ziyarətnaməsidir. Deyək ki, dua bu mənada ki, yəni insanın Allahla danışması. Müxtəlif mərasimlərə görə İslam mənbələrində dualar var. Məsələn, Qurban Bayramı duası var, orucluqda olunan dualar var, səfərə çıxarkən edilən dualar, ruzi qazanmaq üçün edilən dualar. Bu dualardan biri də müqəddəs məkanlara gedərkən, ziyarət edərkən olunan dualardır. Bu dualarda digər dualarda olduğu kimi dərin maarif gizlənib. Dərin mənalara malik cümlələr var ki, nə danışmalısan, necə danışmalısan, nə istəməlisən, hansı səadəti, hansı xoşbəxtliyi istəməlisən, şuurlu şəkildə yolunda addımlamalısan. Aşura ziyarətnaməsi də bunlardan biridir. Həzrəti İmam Hüseyni ziyarət edərkən bu dua oxunur, savablara malikdir, gözəl mənalara malikdir. Hətta İmam Hüseyni yaxından deyil, uzaqdan da ziyarət edərkən bunlar oxunur. Biz uşaqlıqdan görmüşük, yəni düzdür, başa düşmürdük, anlamırdıq. Valideynlərimizlə, böyüklərimizlə İmam Hüseynin mərasimlərinə, matəm mərasimlərinə gedərkən oxuyardılar, bəzi cümlələri görərdik. Yaşlılar mərsiyə deyərdilər. Bu Aşura ziyarətnaməsində əvvəl dediyim o həyata daxil olmaq haqqında bir cümlə var. Dediyim kimi, mən çoxdan bu ziyarətnamə ilə tanış idim. Onun məzmununu oxuyurdum, bir sıra nöqtələrə diqqət eləyirdim. Amma bu kəlmə həmişə mənim üçün öz marağını qoruyub saxlayırdı, mənə maraqlı gəlirdi. Sadə tərcümələr də nəsə məni açmırdı, məni qane etmirdi. Orada belə bir ifadə keçir ki, İmam Hüseynə salam verilir, sonra qeyd olunur ki, və aləl ərvahilləti həllət bifinaik. Yəni, salam olsun İmam Hüseynə və o ruhlara ki, İmam Hüseynin həyətinə daxil oldular. Burada bir sıra tərcümələr var, yəni İmam Hüseynin hüzuruna daxil oldular, onun yanında oldular, bu mənada. Amma işlənən lüğətə biz baxırıq, yəni bunun mən deyək ki, mənasını daha yaxşı başa düşmək istədim. Burada bizim köməyimizə gələn bir İslam fəlsəfəsi ilə fəlsəfi baxış etmək, bir də ki, ərəb dilinin filologiyası sahəsində bir lüğətşünaslıq etmək mənasına baxmaq lazımdır. Bəli, baxırsan, zahirdə belədir ki, salam olsun o ruhlara ki, İmam Hüseynin həyətinə daxil olurlar. Həyata daxil olmaq elə bir məsələdir ki, biz dediyim kimi uşaqlıqdan bunu bilirik, görürük, kimsənin həyətinə gedir. Özdə xüsusilə bizim Lənkəranımızda belə bir gözəl deyim var ki, bir nəfər ki, gəldi, məsələn, hər hansı bir ünvan, adres soruşmaq üçün kiminsə həyətinə daxil oldusa, bir də görürlər ki, o həyətdə artıq toyuq kəsilib. Yəni, belə bir qonaqpərvərlik əlaməti göstərən, belə bir deyim, belə bir zarafat var. Təbii ki, bütün bölgələrimiz qonaqpərvərdilər və hər kəsin qapısına bir insan döyərsə, qonaqpərvərlik görəcək orada. Bu, deyək ki, hadisələr, bu görünən səciyyələr, xüsusiyyətlər elə o həyata daxil olandan sonra başlayır. Birin qonaq görürsən, birin qonaqpərvər görürsən. Aşura ziyarətnaməsində var
ki, o ruhlara, o şəxslərə salam olsun ki, Həzrəti Hüseynin həyətinə daxil oldular. Həyata daxil olmaq, burada görürsünüz ki, ruhlar haqqında danışır, cisimlər yox. Yəni, cismin həyata daxil olması belədir ki, bir cisim, bir şəxs, yəni öz cismi ilə, bədəni ilə digər bir şəxsin, bir həyat sahibinin, ev, bağça, həyat sahibinin həyətinə daxil olur. Burada daxil olan qonaq hesab olunur və həyat sahibi ən yaxşı halda qonaqpərvər olur. Amma ruhların haqqında bu necədir? Yəni, bir şəxsin ruhu daxil olur başqa bir şəxsin həyətinə. Yəni, bu ziyarətnamənin cümləsindən açıq-aşkar gördüyümüz budur və bu məni maraqlandırırdı. İslam fəlsəfəsində belə bir məsələ var. Maddə və qeyri-maddə, yəni mücərrəd olanlar haqqında. Qısa deyim və deyək ki, bir sıra kitablarda da bəzən görürsən ki, asan izahlarla belə yazılır. Mən özüm də asanlaşdırmışam. İslam fəlsəfəsi belə deyir. Bir maddə, materiya, maddə nə qədər bir-biri ilə yaxın olsa da, nə qədər bir-birinin yanında olsa da, maddənin maddədən xəbəri yoxdur. Çünki maddidir, o dərk onda yoxdur. Yəni, huzura qəbul etmək maddədə belə bir şey yoxdur. Amma əksinə, maddi olmayan, mücərrəd olan, abstrakt olan varlıqlara gəldikdə isə, orada əksinə maneə yoxdur. Heç bir maneə yoxdur. Bu, İslam fəlsəfəsindən bunu görürük. Filosoflarımız belə izahlar veriblər kitablarında. İndi buradan yola çıxaraq deyə bilərik ki, bir ruh, insanın ruhu başqa bir insanın həyətinə daxil olanda, artıq burada biz görürük ki, o maddi bədənin həyata daxil olması kimi deyil ki, biri qonaq olur, daxil olan. Biri də qonaqpərvər olur, ən yaxşı halda həyat sahibi. Ruh həyata daxil olduqda hər ikisi həm qonaqpərvər olur, həm qonaq olur. Fərqi budur. Yəni, ruhlar arasında maneə yoxdur deyə biz hər iki tərəfi qonaq və qonaqpərvər görürük. Yəni, bir-birləri ilə qovuşmaq, bir-birlərinin huzurunda olmaq kimi bir hadisə baş verir. İmam Hüseyn əleyhissalamın ruhuna qonaq olmaq nə deməkdir? Təsəvvür edin, İmam Hüseyn kimi bir şəxsiyyət, kərəm sahibi, səxavət sahibi olan bir şəxsiyyət, neymətlər onun ixtiyarında məsələn və xüsusilə İmam Hüseynin deyək ki, bir ilahi şəxsiyyət kimi özündən qoyduğu elmi, mədəni, maarif irsinə baxdıqda, onun kəlamları, onun xütbələri, məktubları, rəftarları, özündən göstərdiyi rəftarlar, hekayələr kimi kitablarda yazılıb, dastanlar kimi yazılıb, biz bunlara qonaq oluruq. İmam Hüseyn də qonaqpərvərdir. Görürsən ki, bunları heç bir təmənna gözləmədən təqdim edir. Yaxşı, bəs ruhlar qovuşanda iş bir tərəfli olmur axı. Yəni, qonaq həm də qonaqpərvərdir. Qonaq həm də qarşı tərəfdir. Hər iki tərəf bir-birinə qonaq olur. Biz İmam Hüseyni nəyə qonaq edək? Biz də qonaqpərvərliyimizi göstərək İmam Hüseyn üçün. Deyək ki, İmam Hüseynin çalışdığı uğrunda özünü, yaxınlarını fəda etdiyi o mənəviyyat, o yüksək ilahi insani dəyərlər, o amallar İmam Hüseynin xoşladığıdır. O sahədə nəsə hədiyyə versək, İmam Hüseyndən qonaqpərvərlik etmiş olarıq öz ruhumuzla. Bunun nümunələri də var ha, tarixdə bunun nümunələri də var. Bir kitab var idi, İmam Hüseynin həyatını hekayə kimi, dastan kimi toplamışdılar, müxtəlif hekayələr şəklində. O kitabı mən almışdım özüm üçün oxumağa, şəxsi. Bir ədəd o kitabdan almışdım, özüm üçün oxuyurdum. Dostlardan biri, deyək ki, təhsil müddətində mən ərəb dilindən ona dərs deyirdim. Yəni, ona kömək edirdim ərəb dilindən bəzi çətin mövzularda. Bu kitabı məndə gördü, mənim çantamda gördü və istədi. Dedim, bəs bu kitab bir ədəd almışam, o da özümdə. Dedim, yaxşı, eyb yoxdur, götür, amma oxuyarsan, şərtin budur ki, oxuyasan. Sonra getdim, bir neçə gün keçdi, getdim həmin o kitabın satıldığı mağazaya.
o nəşriyyata yaxınlaşdım. Dedim, bu kitabdan bir ədəd istəyirəm. Bir ədəd yenə də aldım şəxsi istifadəm üçün. Mən nə biləydim ki, sonra yenə də başqaları mənə rast gələcək və yenə də bu kitabı vermək məcburiyyətində qalacağam. Növbəti dəfə dostlardan biri bu kitabı məndə gördü və mənə dedi ki, bəs İmam Hüseyndən gedib nəsə danışmaq istəyirəm. Məhərrəmlik ərəfələridir. Nə danışa bilərəm, nə deyə bilərəm. Dedim, gəl bu kitabı verdim sənə, get danış. Və o da o kitabı aldı məndən. Sonra dedim ki, bəs bu çox gözəl kitabdır. Yəni, bir var tarix oxuyasan, bir var hekayələr oxuyasan. Böyük bir, müəyyən bir dahi, böyük bir şəxsiyyətin həyatından bir hekayə başlayır, qurtarır. İkinci hekayə, hər bir hekayədən fürsət olur ki, sən dərs çıxara bilirsən. Üçüncü dəfə getdim o kitab satılan mağazaya və dedim, bir ədəd bu kitabdan qalıbsa, mənə verin. Bir ədəd yenə də aldım özüm üçün. Bir müddət keçdi, bəlkə də bir il keçdi. Növbəti məhərrəmlik gəldi və yaxud belə bir əlamətlər günlərdən biri idi. Digər bir şəxs, dostdur, tanışlardan bir şəxs dedi, bu necə kitabdır? Dedim, bəs belə təriflədim. Dedi, bu kitabı istəyirəm, mənə verə bilərsən. Yenə də dedim ki, bəs oxuyarsansa verərəm. Üçüncü dəfə bu kitabı verdim. Sonra yenə getdim və bu üçüncü dəfədən sonra yadımda olanı nəşri qurtarmışdı bu kitabın. Biraz gözlədim, yenə də nəşriyyata dəyirdim, get-gəl eləyirdim, sorğuluyordum, soruşurdum. Yeni nəşr bu kitabın çap olundu və biraz üz qabının rəngi dəyişilmişdi sadəcə. Dördüncü dəfə kitabı aldım və yenə oxşar bir hadisə baş verdi. Getdim, beşinci dəfə bu kitabı aldım. Yəni, 5 dəfə bu kitabı mən özüm üçün bir kitabı təkrarən almışam. Yəni, nadir bir hadisədir, yəni insanların həyatında baş verəcək. Bir kitabı, eyni kitabı insan özü üçün 5 dəfə alsın. Və sonra o kitabı oxuyanlar, deyək ki, əxlaq, mənəviyyat sahəsində faydalı insanlar oldular, faydalı işlər, fəaliyyətlər görürlər. Kimisi aparıcı oldu, kimisi alim oldu, kimisi tərcüməçi oldu. Yəni, bərəkətli bir kitab idi. O kitabda bir neçə hekayə mən gördüm. Daha doğrusu çox hekayədir. 100-dən çox hekayədir ki, İmam Hüseynin uşaqlığından başlayır, Həzrətin şəhid olmasına qədər, Kərbəlaya qədər rəftarlarını, oturub-durlarını, söhbətlərini, daha çox əməli rəftarlarını orada təsvirə çəkir, hekayə kimi. Burada bir sual mənim qarşısında qalanda ki, biz İmam Hüseynin, ruhumuz İmam Hüseynin həyatına daxil oldusa, burada ruhlar qovuşursa, hər iki tərəf bir-birinə qonaqdır, qarşılıqlı alış-veriş var. Hər iki tərəfdə qonaqpərvərlik göstərməlidir. Bunu necə başa düşək, bunu necə həll edək İmam Hüseyni, necə qonaq edək? Nəyimiz var ki, o dahi Həzrətin böyük şəxsiyyətin qabağında? Bu dediyim kitabdan, Həzrət Hüseynin həyatından olan hekayələr kitabından belə bir hekayə gördüm. Onlardan 3 ədəd hekayəni mən başlıq olaraq deyirəm, sözümə dəlil olaraq və məsələni daha çox bizim üçün açsın ki, ruhların həyata daxil olması nə deməkdir? Bir gün hekayədə belə deyilir ki, İmam Hüseyn görür ki, onun övladlarından birinə Quran müəllimi bir ayə öyrədi, Bismillah ayəsini öyrədi. Yəni, Bismillahirrahmanirrahimi oxumağı və düzgün yazmağı Quran müəllimi İmam Hüseynin övladlarından birinə öyrətmişdi, az yaşı uşaqlarından birinə. O Quran müəlliminə İmam Hüseyn o qədər dəyər verir ki, onu dəvət edir öz evinə, ona qiymətli hədiyyələr verir və hətta belə qeyd olunub ki, o yazıda, mənbədə onun ağzını daş-qaşla doldurur. Qiymətli üzük, qızıl, sədəf, nəsə var imiş qiymətli əşyalardan. Deyir ki, bu ağızdan Quran çıxıb, sən zəhmət çəkmirsən, övladıma dərs demirsən, belə bir bəxşişlər edir ona. Digər bir hekayə budur ki, bir gün İmam Hüseyn görür ki, qullardan biri, o vaxtı quldarlıq dövrü hələ 7-ci əsr Ərəbistan hələ aradan getməyib. Görür, bir qul oturub ağasının həyətində, həyətin işləri ilə məşğul olub, yorulub, yemək vaxtıdır, deyək ki, abed vaxtıdır, günorta vaxtıdır, günorta yeməyin yeyir və görür ki, bir yeməkdən bir tikə ağzına qoyur, bir tikə qarşısında bir it var, o həyəti qoruyur, bir tikə də o itin ağzına atır. İtin qarşısına atır və bir növ öz yeməyini bölüşür o itlə. İmam Hüseyn bundan xoşu gəlir, gəlir yaxına, maraqlanır, salamlaşır
və bu qulu azad edir, olduğu həyəti alır, ona hədiyyə edir və ona dəyərli hədiyyələr verir. Yəni, bu qeyri-bərabər hədiyyələr deyək hətta buna. Digər bir hekayəni mən deyim ki, İmam Hüseynin öz həyətində, öz həyatyanı sahəsində geniş bağçaları, bağları olub, çalışan xidmətçilərdən biri. O da qul qismində gəlmişdi, orada çalışırdı. Bir gün ağaclar bar gətirən vaxtı olur, güllər, çiçəklər açan vaxtı olur. Bağçadan bir gül dərir və İmam Hüseyn həyətdən keçərkən bir gül hədiyyə eləyir Həzrəti Hüseynə. Hekayədə qeyd olunur ki, İmam Hüseyn bu gülü iyləyir və çox xoşu gəlir, gözəl təəssürat bağışlayır ona və o qulu azad edir, ona bir bağ hədiyyə edir, ona bir ayrıca ev hədiyyə edir, qiymətli parçalar, daş-qaşlar hədiyyə edir. Yəni, bu üç deyək ki, nümunədə, dediyim kimi nümunələr çoxdur, 3 nümunəni mən deyirəm. Mən bunları deyək ki, görülən iş ilə qeyri-bərabər mükafatlandırma adı verirəm. Yəni, bir iş görülüb İmam Hüseynin qarşısında, xoşu gəlib, amma qeyri-bərabər bəxşişlər eləyir. Hətta bəzən olur ki, imamın ətrafında olanlar da buna təəccüb edirlər, etiraz edirlər ki, bəs bu çox həddən artıq, yəni bir nəfərə sənə bir gül hədiyyə etməyi müqabilində bir ev bağışlayasan. Belə bir şey olur dünyada. Bir heyvana rəhm etməyi müqabilində bir həyatyanı sahə alıb bir nəfərə bağışlayasan. Orada qeyd olunur ki, o qul deyir ki, mən yemək yeyirdim. Gördüm ki, bu heyvan, dilsiz heyvan gəlib oturub baxır mənə. Mən həya elədim, utandım ki, bu yeməyi özüm yeyim, o da baxsın mənə, bəlkə o acdır. Və ona görə bir tikə özü yeyirmiş, bir tikə heyvana atırmış. Bu hekayələr uzundur, nümunə olaraq mən bunları qeyd etmişəm. Baxın, əzizlər, Həzrət Hüseyn necə ki, Kərbəlada fədakarlıq elədi, övladlarını, yaxınlarını, ailəsini o əzab-əziyyətlərə qatlaşmaq üçün gətirdi və buna razı oldu. Bu, yüksək mənəvi dəyərlər uğrunda oldu. İmamın məqsədi, amalları bu yüksək mənəvi insani səciyyələrdir. Və hətta deyirəm, bunlardan bizdə İmam Hüseyn görərsə, yenə də özünü fəda etməyə hazırdır. Çox qəribəsi budur. Yəni, biz İmam Hüseyni qonaq edərkən gördüyümüz kimi bir sadə bir fəhlə deyək, bir sadə bir qul, bir əxlaqi nümunə göstərir özündən, bir heyvana rəhm edir və yaxud bir kəniz, bir qul, bir gül dərib öz ağasına hədiyyə etmək qədər incə, estetik, gözəlliklə dolu olan bir rəftar edir. Bu rəftarın arxa fonunda hansı əxlaqi ruhiyyə dayanır, hansı baxış dayanır və yaxud bir müəllim şagirdə deyək ki, öz tam gücünü sərf edərək şagirdi heç bir qaranlıq nöqtə qalmadan səlis oxuya biləcəyi həddə olan bir kəlmə öyrədir. Baxın, bir elm öyrətsə necə olar, bir məsələ açsa necə olar. Bu rəftarları İmam Hüseyn bizdən hədiyyə kimi qəbul edir və öz bütün deyək ki, əlində olanları hədsiz dərəcədə, qeyri-bərabər dərəcədə bəxşişlər etməyə hazırdır. Yəni, bu İmam Hüseynin həyatında görünür. Buna görə də o Aşura ziyarətnaməsində qeyd olunan kəlməni biz başa düşürük ki, salam olsun, təsəvvür edin, uzun illər və hələ də davam edir, qiyamət gününə qədər o ziyarətnamə oxunacaq, istər uzaqdan, istər yaxından gedib Həzrəti ziyarət edənlər və o şəxslərə də salam verəcəklər. Salam dua göndərəcəklər həmin şəxslərə. Ki, onlar İmam Hüseynin həyətinə ruhları ilə daxil oldular. Cismi ilə daxil olarkən, əgər olsaydılar, bir tərəfli olacaqdı. Amma ruhla daxil olduqda onlar da o mənəviyyatdan nəsiblərini aldılar və onlar da bir mənəviyyat göstərdilər. Yəni, bir həyatları məna tapdı. Təbii ki, çünki İmam Hüseynin həyətində, İmam Hüseynin ruhiyyəsinin, ruh dairəsinin, İmam Hüseyn mənəviyyatının həyətində nələr paylaşılır, hansı neymətlər var? Əvvəl dediyim kimi İmam Hüseynin qısa kəlamları, hikmətli sözləri, yazdığı dərin məzmunlu məktublar, xütbələri və həyatında olan bu rəftar nümunələri paylaşılır. Bunlara insan qonaq olacaq və bunlardan da bir şey ortaya qoyduqda o da İmam Hüseyn tərəfindən
Hüseynin Allahı tərəfindən, Hüseynin amalları olaraq o amalların bəhrə verməyini göstərəcək və yüksək qiymətlə alınacaq və biz buna savab deyirik, biz buna daha dəqiq mənada özümüzün inkişaf etməyimiz deyirik. Bugünkü dünyamızda mənəviyyata, yüksək ilahi insani dəyərlərə malik olmağın bu qədər çətin olduğu bir dönəmdə belə bir mənəvi dairəyə daxil olmaq çox böyük bir səadətdir. Allah Teala bizləri bu səadətdən məhrum etməsin.